Salam, hörmətli tamaşaçılarımız, axşamınız xeyir. Bugün biz Azərbaycanımızın ən qədim yurt yerlərindən biri olan Oğuz rayonundayıq. Qonağımız Oğuz ədəbi mühitinin nümayəndəsi, təkcə Oğuzda yox, Qəbələdə, İsmayıllıda, Şəkidə, Zaqatalada, Qaxda tanınmış Azərbaycan Yazıçılar Birliyinin üzvü, 6 kitabın müəllifi Sədaqət xanım Oğuzludur. Sədaqət xanım Oğuzun Xaçmaz kəndində doğulub. Daha doğrusu, atasının işi ilə əlaqədar Ağdaş rayonunun Ağalı kəndində doğulub. 3 yaşına kimi yaşayıb, sonra yenə ata-baba yurtları olan Oğuzun Xaçmaz kəndində bütün ömrünü, bütün yaradıcılığını keçirib. Xaçmaz bölgəmiz üçün çox əhəmiyyətli bir yaşayış məskəni olub. Elə ta Şəki xanlığının dövründən üzübəri qədim yurt yerlərimizdən biridir. Yusif müəllim, adı kimi, adının mənası kimi özü də qədimdir. Xaçmaz həm də təhsilimizin beşiyidir. Elə Rəşid bəy Əfəndiyevin ilk dəfə Şəkinin Qoxmuq kəndində, Oğuzun Xaçmaz kəndində Rustatar şkolları açan, yəni ona görə mən qeyd edirəm ki, təhsilimizin də beşiyidir. Həm də orada Mirzə Fətəli Axundovun yaradıcılığına aid də müəyyən detallar var ki, biz onu veriliş boyu qeyd edirik. Elə yaxşıdır ki, Xaçmazda həm Rəşid bəy Əfəndiyevin adı əbədiləşib, onun Rustatar şkolunda olan fəaliyyəti orada qeyd olunub, həm də Axundovun yaradıcılığı, həm də onun böyük bir büstü. Yəni, bu mənada istərdim ki, Xaçmazın həm qədimliyini, həm bu bölgəmizin mədəni mərkəzi kimi Şəki xanlığının dövründən üzübəri tanınması haqqında istədim ki, bir neçə kəlmə Yusif müəllim qeyd edim. Sədaqət xanımın qeyd elədik ki, 6 kitabı çıxıb. 6 kitabı çıxıb. Hələ yaradıcılığın məhsuldar dövrünə qədəm qoyur. Yaradıcılığının müdrik dövrünə qədəm qoyur. Biz də Kanal S televiziyası olaraq çalışırıq ki, regionumuzun yerləşdiyimiz Şəkiyə yaxın şəhərlərinin, ən ucqar kəndlərinin belə yaradıcılığı ilə həm tanış olaq, həm də tamaşaçılarımız tanış olsun. Elə axırıncı verilişimiz efirə gedəndə Mədinə xanım Gülcünün 100 illiyi ilə bağlı idi. Veriliş sona çatınca Yusif müəllim 11 yerdən zəng gəldi. Həm vətəndən kənarda olan tamaşaçılarımız verilişlərimizə baxır, həm Şəkidə, həm Bakıda, həm Gəncədə sevə-sevə izləyirlər. Mən əminəm ki, bugünkü verilişimizdə gözəl bir veriliş olacaq. Sədaqət xanımın çox sahəli fəaliyyəti var. Həm tariximizdən, həm keçmişimizdən, həm bugünümüzdən, həm ümid dolu gələcəyimizdən yaradıcılığında bol-bol istifadə edir. Elə istərdim ki, ilk sözü də Sədaqət xanım sizə ünvanlayım. Buyurun, öz yaradıcılığınız haqqında həm bizə, həm də tamaşaçılarımıza məlumat verin. Mən Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlmişəm. Elə bil 4-cü, 5-ci sinifdən şeirə, poeziyaya çox həvəsim olubdu. Bütün ürəyimcə həm şeirləri oxuyardım, həm də özüm də yazmağa çalışardım. Elə oldu ki, 5-ci sinifdən mən başladım uşaq şeirləri yazmağa. O şeirlər Divar qəzetində, Pioner qəzetində, Göyərçin jurnalında çap olunmuşdu mənim şeirlərim. Hətta uşaq şeirlərindən Qarağat adlı şeirim vardı. Nə bilim, ondan Babam bostan əkərdi. Belə daha xırda şeirlər, uşaq şeirləri çox yazmışam. O cümlədən get-gedə elə bir daha başladım hər şeydən yazmağa. Ürəyim qəmlənəndə qəmdən, sevinəndə sevişdən yazdım.
Nəsə belə çoxlu şeirlərim vardı. Daha həyatımı da ona bağladım. Nəsə, əvvəl şeirlərimin çoxusu itdi, batdı. Nə bilim, o vaxtı xatirə dəftəri zad yazırlardı da. O xatirə yazmağa o apardı, bu apardı. Çox şeirlərim ortalıqda itdi, batdı. Sonra Leylin Bayrağı qəzetinin nəznində Qonçə verilişi təşkil olundu. Mən şeirlərimlə gəldim o Qonçə verilişinə. Mənim orada hardasa 20-dən artıq, bəlkə 25-ə kimi mənim şeirlərim çıxdı Leylin Bayrağı qəzetində. Yusif müəllim idi, redaktor o vaxtı. Ədəbiyyat şöbəsinin rəhbəri, bəli. O şeirlərim çıxdı. Nəsə, belə get-gedə dedim bu şeirlər hayf olmasın. Götürdüm kitab daha şəklini saldıq. Kitablarım çap olundu. 6 kitab müəllifiyəm. Yazıçılar Birliyinin üzvüyəm. Qəbələnin səsinin ən deməli sonra getdim ki, Qəbələnin səsi təşkil olunmuşdu. 10 il bundan əvvəl idi məncə. Biz orada görüşdük şair yoldaşlarla. O vaxtdan biz birgə fəaliyyət göstərməyə başladıq hamımız, Qəbələnin Səsi Ədəbi Birliyində. Sonra şəhidlər oldu, müharibə başlandı, şəhidlər oldu. Nə bilim, bütün daha əvvəlki şeirlər qaldı qıraqda. Vətənpərvərlik mövzusunda o vaxtı da yazırdım, vətənpərvərlik mövzusunda. Amma indi şəhidlərdən yazmağa başladıq. Şəhid ailələrinə getdik, qazi ailələrində olduq. Əlimizdən gələni elədik də. Belə. Bayaq Yusif müəllim, biz Qəbələnin qədimliyindən söhbət açdıq, Xaçmazın qədimliyindən söhbət açdıq. Həm də bu dağların qoynundakı istər Oğuz, istər Qəbələ, Şəki, Balakən, hər biri gözəldir. Şairlərin də İlham mənbəyi vətəndəndir, vətənin gözəlliyindəndir. Elə vətənin gözəlliyinə görə sevmirlər ki, vətən sözü ilə gözəl sözü heç bir-birini tamamlamır. Vətən harda olsa gözəldir. Elə taleyimiz elə gətirib ki, bizim vətənimiz elə binədən gözəldir. Xaçmazın harasından durub baxsam Filfili tərəfə. Sanki o sıra dağlar, o dağlardakı dərələr, yayda da əriməyən qarlar elə şairin ilham mənbəyidir. Ona görə də Sədaqət xanımın yaradıcılığında mən qısa tanış olmuşam. Görürəm ki, nə qədər vətənin gözəlliyindən ilham alıb, şair gözəllik aşiqi olur. Bizim də Allaha şükür ki, vətənimiz, ümumiyyətlə Azərbaycanımız gözəldir. Aranı da gözəldir, dağı da gözəldir. Təsadüfi deyil ki, başqa dövlətlərdən, başqa ölkələrdən fərqli olaraq iqlim qurşağı da Azərbaycanda gözəldir. May ayında aranından doymaq olmur, yayda yaylağından doymaq olmur. Ta qədimdən yaylağımız da gözəl olub, oylağımız da gözəl olub, dağlarımız da gözəl olub, aranımız da gözəl olub. May ayında aran rayonlarına gedirsən, sanki bir Təbriz xalı saçıblar, sanki bir Ərdəbil xalı saçıblar çöllərə, çəmənlərə, ətirli meşələri, iyid ağacı, gök ağacı, yasəmən ağacı. Yəni, təbiətimiz də gözəldir. Bu təbiətdə yetişən, bu təbiətdə pərvəriş tapan insanlar da sanki təbiətdən ilham alıb, təbiəti sevib, özləri də o gözəl təbiətin bir parçasına çevriliblər. Elə Oğuz ədəbi mühitində əksəriyyətin yaradıcılığı ilə bir balaca tanış olanda görürük ki, orada tarixliklə yanaşı, həm də təbiətin gözəlliyi mühüm əhəmiyyət kəsb eləyir. Elə Oğuz ədəbi mühiti deyəndə Yusif müəllim yada düşür, Yusif Rızayev. Elə istərdim ki, Yusif müəllim həm Xaçmazdan, həm Xaçmazın tarixiliyindən, həm oradakı tarixi şəxsiyyətlərdən, bayaq qeyd elədik ki, Rəşid bəy Əfəndiyev,
Mirzə Fətəli Axundovun adı, ünvanı orada bizim gözümüzün önünə gəlir deyə danışanda tarixdən. Bu barədə istərdim ki, danışardınız. Elşən müəllim, çox sağ olun, təşəkkür edirəm. Mən də Kanal S-in tamaşaçılarını salamlayıram. Axşamınız xeyir olsun. Həmişə sizin də qədəmləriniz, bizim də qədəmlərimiz belə gözəl, şeirli, sənətli, musiqili verilişlərə gəlsin, çıxsın, açılsın. Bəli, sizin qeyd etdiyiniz kimi bizim Oğuzumuzun bütün kəndləri gözəldir. Respublikamızın bütün bölgələri, bütün kəndləri gözəldir. Oğuz rayonu Şəki-Zaqatala regionunda kiçik rayon olsa da, öz iqtisadi potensialına görə, turizm imkanlarına görə, təbiətinin gözəlliyinə görə, tarixi, memarlıq və arxeoloji abidələrinin zənginliyinə görə nəinki regionumuzda, Azərbaycanda sahib seçilən bölgələrdən biridir. Oğuzun əhalisi 45 min, bugünkü məlumata görə 45 min nəfər əhalisi var. 1100 kvadrat kilometr ərazisi var. Yəni görürsünüz ki, kiçik rayon. Amma öz gözəlliyinə görə, mədəni inkişafına görə, ulu tarixinə görə qeyd elədiyim gibi seçilən bölgələrdən biridir. Oğuzun ədəbi mühitində, elmi və ədəbi mühitində vaxtı ilə 19-cu əsrin 1-ci yaşında yaşayıb yaratmış ən məşhur şairlərdən Mücrim Kərim Vardani, Abla Padarlı kimi böyük şairlər yetişib. Onlar Seyyid Əzim Şirvani ilə, Sabir ilə və başqaları ilə bir sırada tutulan şairlərdən oldu. Bəli, sonraki dövrlərdə bizim elmi və ədəbi mühitimizdə Oğuzun Həbib Babayev, Elməddin Əlbəyzadə, İsrafil İsmailov, Nazim Hüseynli, Sədəqət Oğuzlu, Naringül, Maytavan və s. bu kimi həm elm aləmində, həm ədəbi mühitdə tanınıb, sahib seçilən şairlər, alimlər, dövlət xadimləri yetişib. Bəli, bizim Xaçmaz kəndində siz qeyd etdiyiniz kimi rayonumuzun ən böyük yaşayış məntəqələrindən biridir. Birincisidir. Yəni Oğuz şəhərindən sonra ən böyük yaşayış məntəqəsi Xaçmazdır. Xaçmazın böyük yetirmələri olubdur. Böyük şairlər, yazıçılar oradan yetişibdir. Xaçmaz adının da mənası etnos adinamaq, xaçmetaqlar, günəş yıldızları, olu sevənlər, xaçdan yarananlar, işıqdan yarananlar, işıq şüasından yarananlar. Və orada sizin bayaq qeyd etdiyiniz kimi Mirzə Fətəli Axundovun bir əsərinin kimyagər haqqındakı bir əsərinin süjetlərini gəlib Xaçmazdan çəkib veriliş edibdir. Bəli, biz yaradıcılıq işığına yığıldığımız Sədəqət Oğuz da, Sədəqət xanım da Oğuzun şairə xanımları arasında, şairləri arasında, eyni zamanda şairə xanım arasında sayılıb, seçilən yaradıcı bir insandır. Bu xanımın ən azı 6 kitabı var. Özünüz də görürsünüz ki, gözəl tərtibatlı, yaraşıqlı, cəlb edici kitabların müəllifidir. Yəni, hər bir şairə, hər bir şairə xanıma bu qədər kitab yazıb yaratmaq nəsib olmur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür bu xanım. Şirvanın səsi, Qəbələnin səsi ədəbi birliklərinin üzvüdür. Və bu xanımın yaradıcılığında məhdudiyyət yoxdur. Vətəndən, təbiətimizdən, şəhidlərimizin qəhrəmanlığından, uşaqdan, müəllimdən, böyükdən, hər bir sahədən öz qələmini sınıyıb və gözəl də şeir nümunələri meydana gətiribdir. Vətənpərvər şairdir, lirik şairdir. Bayaq dediniz ki, bəli, Azərbaycanın bütün bölgələri, bütün kəndləri, bütün yaşayış məntəqələri gözəldir. Kiçik bir Oğuzun həm aranı var, həm yaylağı var. Gözəl məkanda yaşayan insan şair olmaya bilməz.
Sədaqət oğlu kimi. O gözəllikləri tərənnüm edən şeylər çoxdur. İndi Sədaqət xanımın bayaq qeyd elədiyi kimi yaradıcılığında vətənpərvərlik mövzuları, 44 günlük 2-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən igidlərimizi tərənnüm eləyən gözəl şeirləri də var. Amma eyni zamanda ən çox onu həyəcanlandıran, təbini ilhamlandıran Xaçmazın və Oğuzun təbii gözəllikləri olub. Onun bəli, Oğuz haqqında onun bir şeiri var. Sən dədəm Qorqudun yadigarısan, Azərbaycanımın gül diyarısan, cənnətin ortası bağça barısan, adına şeirlər qoşum Oğuzum, eşqindən çağlayım coşum Oğuzum. Qartallı dağların, qayalarım var, ceyranlı cüyürlü oylaqlarım var, tərlanlı, turaşlı yaylaqlarım var, şəninə şeirlər qoşum Oğuzum, eşqindən çağlayım coşum Oğuzum. Dağ çayın dağlardan nərə ilə gələr, şəlalən qayadan axa süzülər, lalədən, nərgizdən xalı düzülər, hüsnə nəğmələr qoşum Oğuzum, eşqindən çağlayım coşum Oğuzum. Dağlar qucağında nazlı gözəlsən, cənnət misallısan, gözəl əsərsən. Dədəmiz Qorqudun gəzdiyi yersən, adına dastanlar qoşum Oğuzum, eşqindən çağlayım coşum Oğuzum. Sədaqət üstünə şeirə daldıqca, baxıb gözəllikdən ilham aldıqca, bülbül tək qoynunda yuva saldıqca, şəninə nəğmələr qoşum Oğuzum, eşqindən çağlayım coşum Oğuzum. Elşən mənim, gördüyünüz kimi, bu Oğuza həsr etdiyi bu şeirdə Oğuzun dağları, şəlalələri, gözəllikləri... Sanki bir rəssamın əl işini elə biz görürük ki, rəssam dəqiqliyi işləyib. Dədə Qorqudun gəzdiyi yerlər olması, əgər burada Dədə Qorqud gəzir, deməli bu ulu tarixdir. Həm gözəlliyi var, həm qədimliyi var, həm ululuğu var. İndi Sədaqət xanımın vətənpərvər şeirlərindən birində yoldaşlar danışacaqlar. O həm də Sədaqət xanım lirik şairdir. Kövrək qəlbi var, incə duyğuları var. Elə ona görə də bəstəkarlar da Sədaqət xanımın yaradıcılığına müraciət edir. Mən onun burada bir qəzəli var. İndi istəyirəm onu da sizin nəzər çatdırım. Deməli, bu müxtəlif ən çox Sədaqət xanım ən çox heca vəzində qoşma, gəraylı, dördlük, tərnis şəkilli şeirlər yazıbdır. Amma deməli, mən baxdım ki, bu xanımın qəzəlləri də varmış, qəzəl də yaza bilir. Deməli, qəzəlin texniki quruluşu, poetik gözəlliyi də o şeirlərində o öhdəsindən gələ bilir. Bir dənə də onun qəzəlini oxuyaq, tamaşaçılarımızın diqqətinə çatdıraq. Eşqin eylədi məni yar, dəli divan, ölürəm. Getmə uzağa, gəl ey gülü xəndan, ölürəm. Qan ağladı o sənə sevgi ilə gülər gözlərim, sil gözümün yaşını ey sevgili canan, ölürəm. Zülm etdin gözəl yarım, düşdü dildən dillərə, ayrılıq qəhr elədi, anla ey insan, ölürəm. Salma ayaqlara eşqinə sadiq mələyi, inan səni istədi, sevgilim pünhan, ölürəm. Sədaqət önəm verməzdir çox da eşq aləminə. İndi sənə aşiqdir, dəyişib zaman, ölürəm. Bəli, Sədaqət xanımın yaşı xeyli çoxalsa da, amma o gənclik eşqi ilə, sevgi ilə, məhəbbətlə, onun nəvələrinə, qohumlarına, təbiətə, şəhidlərimizə, qazilərimizə, Oğuzun tanımış adamlarına həslədiyi şeirlər öz gözəlliyi ilə seçilir. Eyni zamanda, bəli, bu yaşında gözəl sevgi şeirləri yazır. Yəni, eşq onun qəlbində həmişə olub, var, təbiətə, vətənə, şəhidlərimizin igidliyinə, dövlətimizə, xalqımıza, millətimizə olan sevgisi tükənməzdir. Hələ qəlbini çağlayır, yazıb yaradacaqdır. Sədaqət xanıma
Yeni uğurlar, yaradıcı uğurlar, Həm də can sağlığı Yusif arzulayıram. müəllim, Bəli. sanki bu insan gənclik eşqi ilə yazır, yaradır. Mən bu kitabla tanış olanda görürəm ki, nə qədər Xaçmaza, Oğuz'a, doğulduğu yerlərə nəğmələr qoşsa da, əhatə dairəsi genişdir. Həm yaradıcılıq əhatə dairəsi genişdir, həm də Qəbələnin səsi, Şirvanın səsi, ədəbi mühitlərlə çox böyük görüşləri, əlaqələri var. O özünü yaradıcılığında da göstərir və bu gün də bizim bu verilişimizdə, bizim bu görüşümüzdə Qəbələnin səsi ədəbi mühitindən gələn qonağımız da var, Mirhəsən müəllim. İstərdim ki, elə çox tədbirlərdə, çox görüşlərdə, təkcə Oğuzda yox ki, Qəbələdə də, İsmaillidə də Sədaqət xanımın sözü var, izi var. İstərdim ki, Qəbələdən gələn bir sənət dostu kimi, bir yazar kimi Sədaqət xanımın yaradıcılığına münasibətinizi bildirərdiniz. Çox sağ olun. Mən də təbrik edirəm Sədaqət xanımı. Uğurlar arzulayıram. Sədaqət xanımı biz 10 il əvvəl tanımışıq. Bizim Qəbələnin Səsi Ədəbi Birliyinin üzvüdür. İndiyə qədər də üzvü olaraq qalır. Eləcə də Oğuzun Xaçmaz kəndindən bir neçə yazarımız da var, Qəbələnin Səsi üzvüdür. O cümlədən Yusif müəllim də bizim üzvümüzdür. Yəni Qəbələ Oğuz Yazarları Birliyi adlanır bu. Sonra oradan Yeganə xanım var, Elza xanım var, yazarlarımız var, Vüsal var. 2 dənə Vüsalımız var. Vüsal həm regionun rəhbəridir, Vüsal Qafqazı da gənc şairdir, təzə yazırlar yazır. Qrupumuzda yəni bütün janrlarda yazarlar var. Həm nəsr sahəsində, həm nəzm sahəsində, həm də qiraətçilik sahəsində toplantımız var. Ona görə də bizim qrup fəaldır, fəal iştirak eləyir. Eləcə də nə vaxt tədbirimiz olsa, Sədaqət xanım, Yusif müəllim, eləcə də başqa yazarlar bizim tədbirlərdə mütəmadi iştirak edirlər. Sədaqət xanımın şeirlərində Yusif müəllim demişkən rəngarəngdir. Yəni bütün mövzulara toxunur. Əsas son zamanlarda vətənpərvərlik mövzusunda çox yazılarımız oldu. Xaçmaz kəndində bu şəhidlərlə əlaqədar bizim Qəbələnin Səsi də orada elə bir şəhid ailəsi, şəhid yoxdur ki, biz onları ziyarət eləməyək. Və hamısına şeir yazmışıq, bəstələmişik. Həm də ramka şəklində, çərçivə şəklində onları aparıb evlərinə təqdim eləmişik. Sədaqət xanımın şeirlərində rəngarənlik deyirəm yenə də çoxdur. Ondan başqa onun dostluqda da böyük belə rolu var. Gözəl dostdur, yoldaşdır, gözəl anadır, gözəl valideyndir, nənədir. Biz onun evində dəfələrlə olmuşuq. O da bizə gəlib bir neçə dəfə. Amma biz onlarda daha da çox olmuşuq. Çox qonaqpərvər insandır. Mən arzu edirəm ki, Elşən müəllim bir dəfə çəkilişi elə onların evində də eləyək. Ona görə ki, orada biz çox xətir hörmət görmüşük. Allah onları var eləsin. O Məhəmməd nəvəsi də var, bugün burada iştirak eləyir. Mən onu da salamlayıram, onların ailəsini də salamlayıram. O yaradıcılıq uğurları arzulayıram Sədaqət xanıma. Biz ümumiyyətlə təkcə yazar dostu kimi yox, həm də biz bacı-qardaş kimi fəallıq eləyirik, göstəririk. İnan ki, bu 10 ildə elə bir ki, o mənim bacım, mən də onun qardaşı kimi biz fəaliyyət göstərmişik yazar. Yazarlarımızın, mən Qəbələnin Səsi Ədəbi Birliyinin mavini kimi ona uğurlar arzulayıram. Sədrimiz Şəhlə xanımın adından da onu təbrik edirəm. Uğurları bol olsun, yaradıcılığı bol olsun. Arzu edirəm ki, bundan sonra da yazıb yaratsın. 6 kitab meydana gətirmək çox da asan iş deyil. Kitab stolun üstündə olanda hamıya rahat gəlir ki, bu kitab gəldi, düşdü ortaya. Amma çox çətin işdir. Şairlik də belə bir şeydir ki, şairlik, mən deyərdim, bəlkə də anadan gəlmə olur. Hamı da ola bilməz. Bütün ixtisaslar üzrə məktəblər var, amma şairliyin məktəbi yoxdur. Şairliyin məktəbi demək, anadan gəlmə olur, hamı da ola bilmir, ona görə də hamı da yazıb yarada bilmir. Bu, anadan gəlmə istedaddır. O da Allah Teala onu Sədaqət xanıma verib, elə biz də arada bir yazı pozu eləyirik, bizə də qismət olub bu işdən.
Bir daha uğurlar arzulayıram. Elşən müəllim kanalınıza, Kanal S-ə minnətdarlığımı bildirirəm ki, gəlib çəkiliş edirsiniz, regionları tanıdırsınız, yazarları tanıdırsınız. Əyalət yazarlarını əslində heç çox adamlar tanımır. Əyalət yazarlarını elə sizin kimi TV işçiləri gəlib çəkirlər, tanıdırlar. O cümlədən sizə də minnətdarlığımı bildirirəm ki, belə xeyirxah işlər görürsünüz. Sağ olun, var olun, Allah köməyiniz olsun. Siz də sağ olun, Mirhəsən müəllim. Çox gözəl bir təşəbbüs elədiniz ki, biz bu gün qışdır, qışın oğlan çağıdır, baxmayaraq ki, günəş bir tərəfdə, qar bir tərəfdə, Oğuzun gözəllikləri. Amma hər halda yay vaxtı, təbiətin gözəl vaxtlarında elə Xaçmazdan danışıb indi yalnız tamaşaçılara söhbətlə Xaçmazı tanıdırıq. Gedərik Xaçmazın qədimliyini, Filfilinin gözəlliklərini, oranın şairanə necə gözəl olduğunu, o məkanı hər halda biz çəkərik, göstərərik. Minnətdaram elə mən də Kanal S-ə minnətdaram ki, bizə şərait yaradırlar, biz ucqar kəndlərimizə gedirik, rayonlarımıza gedirik, oradakı ədəbi mühitin nümayəndələrini elimizə, obamıza tanıdırıq. Azərbaycan poeziyasının çox qədim tarixi var. Elə bu günlərdə prezidentimiz bir sərəncam imzaladı, Xəqani Şirvaninin 900 illiyi. Azərbaycan poeziyası sanki güllü bir bağdır, Yusif müəllim. Füzuli baba bir tərəfdə, Nizami baba, Nəsimi, qocaman Xəqani Şirvani, hansı millətin, hansı dövlətin 900 il əvvəldə yaşayan, yaradan, bu günə gəlib çıxan şairi var, yazısı var, kitabları var. Deməli, varsansa özündən əvvəlcə atam var. Bugün bizim poeziyamız yaşayırsa, ən ucqar kənddə də, ən balaca rayonda da yaşayırsa, deməli, kökümüz var. O kökləri nə yaxşı ki, unutmurlar. Nə yaxşı ki, elə bu il bütün məktəblər, bütün təhsil ocaqları, bütün mədəniyyət ocaqları Xəqani Şirvaninin 900 illiyini yubileyi keçirilməsindən, sərəncamdan irəli gələn tədbirlərin iştirakçısı olacağı, qonağı olacağı. Qəbələnin də çox qədim şairləri olub, yazıçıları olub. Elə təkcə son dövrlərdə Tofiq Vəndamlını yaradıcılığı ilə tanış olanda görürük ki, çox az yaşadı. Amma necə yaşadı, necə böyük poeziya qoydu, getdi. Sanki istiqlal şairi idi. Elə götürək Tacəddin Şahdağlını. Yeri gəlmişkən istərdim ki, çoxdan arzum idi. Verilişlərin birində Tacəddin Şahdağlını həm yad eləyək, həm də onun musiqisinə müraciət edək. Çox gözəl bəstəkarların sevdiyi bir şair idi. Bütün bəstəkarlar, uşaq bəstəkarları da Tacəddin Şahdağlı yaradıcılığına həmişə müraciət ediblər. Elə biz də hamımız Tacəddin Şahdağlı ilə birlikdə tədbirlərdə olmuşuq, Yusuf müəllim görüşlərdə olmuşuq. Həm Şəkiyə doğma idi, vaxtaşırı Şəkidə də tədbirlərdə iştirak eləyirdi. Yəni, ədəbiyyatımızı tanıtmaqla yanaşı, bu şairlər, bu yazıçılar rayonları da birləşdiriblər, şəhərləri də birləşdiriblər, kəndləri də birləşdiriblər, dostluq körpüləri yaradıblar ki, bugün də biz o körpü ilə gedirik, gəlirik. Yusif müəllim, sizin hər birinizin zəhməti var, əməyi var, sizə minnətdaram. Mən də çox sevinirəm ki, sizi həm tanıyıram, həm sizinlə vaxtaşırı görüşürəm, həm də Kanal S televiziyasının Məclis-i Şüara verilişi vasitəsilə bütün respublikamıza, vətəndən kənarda yaşayan soydaşlarımıza da bu görüşlər haqqında, bu xatirələr haqqında, bu ədəbi mühitlər haqqında maarifləndirici verilişlərlə çıxış edirik. Elşən müəllim uşaqlıqda 6-cı sinifdə müəllim bizi ekskursiya aparmışdı. Həmən o dağa, Hacı Osman yaylağına, bulağına. Mən orada oturub, uşaqlar hamısı hərə bir yana qaçır. Mən bu gözəlliyə baxıb... Hacı Osman yaylağı Filfili kəndində idi. Bəli, orada, dağdadır. Mən orada uşaq şeiri kimi, yəni nə bir şeir yazdım, müəllim gəldi. Dedi, nə yazırsan qız sən burada, hamı oynayır, sən yazırsan. Əvvəl gizlətmək istədim, utandım. Sonra gördüm ki, dedi, yaşınıza yaraşmaz. Eləyəndə mən bir təhər oldum.
Tez şeiri çıxartdım qabağa. Müəllim aldı, baxdı. Dedi, qızım, sənin gələcəyin var. Bu şeiri sən. O şeirdən bir kuplet bilirəm. Dayandım ay şəlalə, qarşında vuruğun kimi. Sən də çox nazlanırsan bir gözəl xanım kimi. Ad ağların maralı, Hacı Osmanlı bulağı. Axırsan mirvari tək, dolanırsan yaylağı, Hacı Osmanlı bulağı, Hacı Osmanlı bulağı. Ondan bir kuplet yaddaşımda qalıbdı, onu deyirəm. Düzdür, məhəbbət şeirlərim də var. Hər bir şəhidə həm ayrıca yazmışam, özlərinə ayrı-ayrı. Həm də ümumi yazmışam. Bütün o şəhidlər gələn vaxtı mən 80-dən artıq şeir yazdım. O 44 günlük müharibədə. Hamısı vətənə, şəhidə, müharibəyə, qəhrəmanlığa aid. Sevgi şeirlərim də var. Getmə bir şeirim var. Bir çeşməsən, bulaqsan sən. Odu sönmüş ocaqsan sən. Alışıb yanacaqsan sən. Gəl ayrılıb getmə məndən. Dənizimin suyu sənsən. Gözlərimin nuru sənsən. Taleyimi məhv edərsən. Gəl ayrılıb getmə məndən. Külək kimi əsən sənsən. Yollarımı kəsən sənsən. Söz deməmiş küsən sənsən. Gəl ayrılıb getmə məndən. Gizli məhəbbət, o da ən gənclik dövründə yazdığım şeirdir. Gizlənib qəlbimdə görünməz oldun. Yandırdın sinəmi gizli məhəbbət. Bəzən alov oldun, bəzən köz oldun. Bəzən də su təki axdın məhəbbət. Bir dilsiz şairsən, yazdın, yaratdın. Bir bax ürəyimdə nələr oyatdın. Çaylar tək çağladın, sular tək axdın. Dalğalı dənizsən gizli məhəbbət. Sirrimi söyləyə bilmirəm yenə. Bir huri mələk tək baxırsan mənə. Sevənlər, söylərəm bu gündən belə. Gəl açaq qalmasın gizli məhəbbət. Gəl açaq qalmasın gizli məhəbbət. Əlbəttə ki, xanım şairələr üçün Mirhəsən müəllim çox çətin olur məhəbbət mövzusu. Yazmaq çox çətin olur, amma nə qədər də səmimi duyğulardır. Çox gözəl bir şeir idi. Yusif müəllim, Sədaqət xanımın kitabları ilə, yaradıcılığı ilə mən özüm də bu veriliş ərəfəsində tanış oluram. Görürəm ki, bir çox media mükafatlarına təqdim olunub, təltif olunub. Həm də ki, Türkiyənin də mükafatına layiq görülüb. Yəni, poeziyası sərhədləri aşır. Nə qədər sərhədləri aşsa da, nə qədər regionumuzdan kənarda tanınsa da, regionumuzda əhatə dairəsi çox genişdir. Elə bayaq qeyd elədik ki, 10 ilə yaxın, 10 ildən də artıq Qəbələnin səsi ədəbi mühiti ilə bir yerdə olublar. Yaradıcılıq dostları var, ürək dostları var, ailə dostları var. Bax, onlardan biri də bugün bizim məclisimizdə qonaqdır. Özünü verilişin yarısında çatdırıb. Yarısında çatdırıb bura Cəlil Xeyir bəy. Yaradıcılığında görürük ki, Sədaqət xanım öz dostlarına da dəyər verir həmişə. Onların bir çoxunun adına şeirləri var, bir çoxunun adına qəzetdə yazıları var, mətbuat səhifələrindən biz görürük ki, Sədaqət xanım dostluqda adı kimi sədaqətlidir. Bütün tədbirlərə də gedir. Həm dostlarına sədaqətlidir, həm vətəninə sədaqətlidir, həm doğulduğu yurduna sədaqətlidir. Yəni, sədaqət adını doğrultmaq da çox böyük hünər istəyir ki, İlk eşqinə də sədaqətlidir. İlk eşqinə də sədaqətlidir, nəvələrinə də sədaqətlidir. Bayaqlarım nəvələr haqqında hələ çəkilişdən qabaq nə qədər gözəl söhbətlərinə qulaq astıq. Buyurun, Cəlil bəy. Elşən müəllim, təşəkkür edirik. Bir daha
Məclisi Şüara verilişində başta siz olmaqla Kanal S-in bütün üzvlərini müdiriyyətlə bir yerdə Uca Allahın salamı ilə salamlayıram. Öz adımdan, Qəbəlilər adından, bizim Qəbələnin Səsi Ədəbi Birliyin üzvləri adından, başda Şəhla xanım olmaqla Oğuz torpağında sizlərlə, Qəbələ torpağında görüşlərdən sonra görüşmək bizlər üçün həqiqi mənada bir tapıntı oldu. Var olasınız, daim elin içində sizlərlə olmaq bizə də bir şərəfdir. Bir gün də siz o vaxt Qəbələnin tədbirlərində demişdin, gözəl bir seçim eləmişsiniz. Sədaqət xanım haqqında təşkil olunan bu tədbirdə bizlərin də iştirakı, bizlər üçün də bir dost kimi, bir qardaş kimi, bir yazar kimi bir fəxarətdir. Oğuz torpağı bildiyimiz kimi çox qədim torpaqdır. Bu torpaq özü bir canlı muzeydir. Hər daşında, qayasında qədimlikdən bir nişanə var, bir iz var. Yusuf müəllim böyük qardaşımızdır sənətdə. Yusuf müəllim bu haqda daha dolğun məlumata malik bir insandır. Hətta onun bir kitabında Avestanın izi Oğuz torpağı haqqında çox dəyərli bir kitabdır. Yəni o olan məclisdə Oğuzdan mənə danışmaq o qədər düşməz. Amma qədim Albaniyanın da mən deyərdim ki, öz layiqlik qiymətini almış bir məkandır Oğuz torpağı. Burada sizlərlə görüşmək bizim üçün də deyirəm bir daha fəxarətdir. Mən icazənizlə elə Oğuz torpağı haqqında yazdığım bir törəmə gərayını da bizim əziz dinləyicilərimizə çatdırmaq istəyirəm ki, bəli, Oğuz torpağı tək Oğuzlar üçün yox, bizlər üçün də doğmadır, əziz torpaqdır ki, cənnət misallıdır Oğuz torpağı, adi bir daşda da gözəllik yatır. Hər yalçın qayası, hər uca dağı, gözəllik içində batdıqca batır. Bir yanı Qəbələ, bir yanı Şəki, aləmə nur saçır günəş, ay təki. Burada hər bir insan ürəyindəki arzu istəyinə bir cürə çatır. Neçə alimi var, neçə şairi. Sənə xatırladır ocağı, piri, Oğuzdan ötəri söz yox, hər biri. Maşallah, gecəni gündüzə qatır. Halal zəhməti ilə daş üstən daşı, hörməkdə tapmazsan burada bir naşı. Qədimdən qədimdir bu yurdun yaşı, tarixi tarixə iş və naz satır. Yaradan qərq edib gövhərə, zərə, hər cürə var dövlət verib bu yerə. Gördüyün, baxdığın hər bir mənzərə qəlbinə aycəli necə də yatır. Siz də şahidi oldunuz ki, həqiqətən də gözəllik Cəlil müəllim, mən vaxtı ilə qala verilişi, Kanal S televiziyasının qala verilişi var idi, toponimlər rubrikası var idi, şəxsiyyətlər rubrikası. Sizin şeirinizə qulaq asanda o toponimlərlə bağlı Yusif müəllimlə də çox gəzirdik, həm də Oğuzda. O Qəbələnin kəndləri, o Oğuzun kəndləri sanki gözüm önünə gəldi. Sincan bir gözəl, Tərkeş bir gözəl, Xalxal hamıdan gözəl. Bu kəndlərin hər biri açılmamış sanki bir səhifə idi. Minnətdaram ki, elə bu gözəllikləri o balaca şeirinizdə necə də gözəl vəsf eləmişsiniz. Təşəkkür edirik Elşən müəllim. Oğuz o cümlədən də gözəl şairlər yetirmiş bir torpaqdır. Elə mən iki xətrini istədiyim bir bacının, bir qardaşın arasındayam. Sağımda Yusuf müəllim, solumda Oğuzun dəyərli şairələrindən Sədaqət Oğuzlu yanımda əyləşib. Mən onların hər ikisinin timsalında Oğuzun bütün şair dostlarımıza salamımı çatdırıram. Nazim müəllim, Vüsal Oğuz başda olmaqla bütün şairlərimizə də salamımı çatdırıram. Oğuzun zəhmətkeşlərinə, ictimaiyyətinə salamımızı çatdırırıq. Bizə bu şəraiti təşkil edən Panorama İstirahət Mərkəzinin rəhbərliyinə, kollektivinə təşəkkürümüzü bildiririk. Sədaqət xanım nəinki Oğuzun, Azərbaycanımızın dəyərli şairələrindəndir. Onun bir sübutu da Azərbaycan Yaşçılar İttifaqının üzvü olmasıdır. Və bayaq da 6 kitab müəllifidir. Maşallah olsun, az rəqəm deyil valla. Məhsuldar şairdir. Özü də çox gözəl
bir səmimi şairəmizdir. Gözəl bir anadır, gözəl ailəsi, nəvələri, evlatları, adına uyğun da həqiqətən də həyatda yaşayır. Yəni sədaqətlidir, dosta sədaqətlidir, yoldaşlarına sədaqətlidir. Bizi tanıyandan sonra biz onun timsalında bir bacı qazanmışıq, gözəl bir dost qazanmışıq, gözəl bir insan qazanmışıq. Özü var olsun. İndi onsuz da bizim borcumuzdur. Bir gün onun tədbirində onu azdan çoxdan tərifləmək. Bir olar ki, üzə tərifləyəsən. Bir də olar ki, o insan o hörmətli, o tərifi qazanar. Həm də elə bu söhbətlərə biz tərif yox, dəyər kimi də baxa bilərik. Biz onu, yəni onu dəyərləndirmək bizim borcumuzdur. Çünki o dəyəri özü qazanıb. İnsan yaxşı, güclü, əvəzsiz bir qələm sahibi ola bilər. Amma insanlıqda baxırsan ki, o dəyərə o layiq deyil. Amma bizim Sədaqət xanım orta hal qələmi olan bir şairəmizdir. Amma onun insanlığı bizim gözümüzdə hər şeydən ucadadır. Ona görə də bir gün də biz sevə-sevə onun tədbirinə gəldik və ona təşəkkür edirik ki, bizi də dəvət elədi. Kitabları da buradadır. İcazənizlə mən onun Qeyrətinə Qurban Olum adlı bir şeirini səsləndirim. Onu da qeyd edim ki, Elşən müəllim, Sədaqət xanım 44 günlük Vətən müharibəsindən sonra qələmini süngü ilə əvəz eləyən bir şairəmizdir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Oğuz torpağında bir milli qəhrəman, bir Vətən müharibəsi qəhrəmanı da var. Hər ikisi Sədaqət xanımın yaşadığı kənddədir. Koroğlu Rəhimova bizim Vətən müharibəsi qəhrəmanı Nail balamız. Sədaqət xanımın o haqda da çoxlu şeirləri var. Bax, Qeyrətinə Qurban Olum şeirində də bu sahəyə biraz toxunulub. Mən öz ana vətənimin qeyrətinə qurban olum. Əlbəyaxa Şuşa alan millətimə qurban olum. Beyrək olduz, qazan olduz, yada quyu qazan olduz, yeni tarix yazan olduz, qeyrətinə qurban olum. Qoy eşitsin ana vətən, mən öyməyim səni nədən, qeyrətimi qeyrət edən qeyrətinə qurban olum. Düşmənlərin canın alan, şöhrətin ad sanın alan, şəhidlərin qanın alan qeyrətinə qurban olum. Ölünüzün, dirinizin, varsa ocaq pirinizin, sizlərin hər birinizin qeyrətinə qurban olum. Sədaqətəm, qədir bilən millətimə qurban olum. Bax, indi burada bir-iki nüans çox da adamın fikrini özünə çəkir. Şuşa, hamı bilir ki, 44 günlük müharibədə əlbəyaxa döyüşdə alınıb. O qayalardan əskərlərin qalxıb Şuşanı alması dünya hərb tarixində görünməmiş. Sədaqət xanımın təsvirləri çox gözəldir. Bəli. Ona görə də bax, bu nüanslara fikir vermək lazımdır ki, əlbəyaxa Şuşa alan, başqa döyüşdə əlbəyaxa həqiqətən də Şuşa əlbəyaxa alıb. Burada bir nüans var ki, qeyrətimi qeyrət edən, 30 il idi, biz qeyrətsiz xalq olmadıq. Amma 30 il idi torpaqlarımızın əldən getməsi bizi qismən başaşağı eləmişdi. Təzədən o qeyrəti qeyrət edən qeyrətinə qurban olun. Bu ifadə də çox yerində işləmiş və dolğun bir ifadədir. Allah qələmini itələsin. Sədaqət xanımın 6 kitabından, axı ədəbiyyatımızın, poeziyamızın Yusif müəllim yaşı bilinmir. Gələcək nəslə bu 6 kitabdan 6 şeir qalsa, yenə Sədaqət xanımın yaradıcılığı gələcək nəsil tərəfindən yad olunacaq. Bayaq qeyd elədi ki, Elşən müəllim, Sədaqət xanım gözəl bir anadır, gözəl evladları, nəvələri, cismani evladları deyək də. Amma burada bu stol üstündə gördüyümüz kitablar, o şeirlər onun mənəvi evladlarıdır. Bu mənəvi evladlar da onun cismani evladları kimi onu adını yaşadan evladlardır. Söz yox, Sədaqət xanımın adını hansısa evladı nəvəsinə qoyacaq, Sədaqət xanımın nəticəsinə o adı yaşadanlar olacaq, amma onun mənəvi dünyasını yaşadan ancaq bu kitablardır. Yollar şeirinə nəzər salaq görək, Sədaqət xanım o yollar şeirinə münasibətini yollara necə bildirib. Yollara bax, yollara, bu yollar gedir hara, ya xeyrə, ya şərə, ya da xoşbəxt anlara.
Yollar aparır bizi el çatmaz ünvanlara, yollar aparır bizi sevdiğin insanlara. Göz dikmişəm yollara, düşünüp ara ara, yollar aparır bizi bir baxın, hardan hara. Yolların da dərdi var, bir həyata son qoyar. Günahkar insanlardır, yollar günahkar olar, həqiqətən də olmaz da, yolları günahkar bilən biz insanlarıq. Mən sevirəm yolları, aparır insanları, sevdiyinə çatdırır. Çin olur arzuları, yollar sevinç gətirər, xoş arzular bitirər. Uzaqda olanları bir-birinə yetirər. Sədaqət, baxdın hara, ömrün çəkilir dara. İndi qadağalar var, heç kim çıxmır yollara. Bizim o koronavirus olan vaxtları yazdım. Bəli, həqiqətən də Sədaqət xanım, bax o yollar şeirində də özü də gözəl bir yolun yolcusu. Bəli, həm də yol mədəniyyətdir. Bu gün yollarımız bizi Oğuza gətirib. Elə Şəkinin içərisindən çıxanda şəhəri biraz keçirsən, nə gözəl də yollarımız var. O yollar da bizi gətirib Oğuza çatdırır. Sədaqət xanımın ömür yolu ilə tanış oluruq. Yol ömür yolu. Vaxtı ilə mən mətbuatda çalışanda yollar o qədər xoşuma gəlirdi ki, ömür yolu ilə, məsəl üçün ilk yazım olub, Oxuddan başlanan yol. Yəni, o yol haralarda qurtarır? Fransa milli qəhrəmanı, Azərbaycanın milli qəhrəmanı olur, Əhmədiyyə Cəbrayılov, evladı milli qəhrəman. Yəni ki, yollar bizi aparır. Bu mənada düşünəndə yollara belə poetik məna vermək, yolları vəsf eləmək həqiqətən də Yusif müəllim. Bu əsl poeziyadır. Sənətkarın yola münasibətidir, yollara baxışıdır, ömür yolu ilə yolları əlaqələndirməkdir. Bax, bu mənada poeziyada həm sadəlik var, həm tarixilik var, həm səmimiyyət var. Elə poeziyada budur. Sədaqət xanımda Elşən müəllim, bax bu yolların içində özünə bayaq dediyiniz ömür yollarından ömür yolunda seçdi. O yolda hələ də addımlayır. O yolların içində şeir sənət yolunu seçib, o yollarla hələ də addımlayır. Biz ona uğurlar arzulayaq ki, o öz ürəyindən keçən yolları ilə ünvana çata bilsin, mənzilin başına çata bilsin. Bax, onun arzuları çox olub. Bu bir şeirdə də onun bir gözəl arzusunu görün necə də sadə dillə ifadə eləyib. Arzum vardı Allahım, torpağımız alınsın, Şuşanın qalasına bayrağımız sancılsın. Şükür Şuşada şirəkli bayrağımızdır. Qarabağ azad olsun düşmənlərin əlindən, damğası qoy silinsin üstümdən. Biz də qələbə çalaq, düşmənin canın alaq. Bu zəfər nəğməsi ilə biz də göyə ucalaq. Üç rəngli bayrağımız Qarabağda sancılsın, xalqımın taleyinə qəhrəmanlıq yazılsın. Bax, Sədaqət xanımın arzuları nə vaxtsa arzuladığı arzuları Çin oldu. Və Qarabağın hər qarış torpağında üç rəngli Azərbaycan bayrağı sancılıb. Bax, Allah onu o yolda da arzularına çatdırıb. 44 günlük müharibədə nəvəm də orada iştirak eləyirdi. O 44 gündə. Oğlum əvvəlki 92-nin müharibəsində iştirak eləyirdi. Bu üstündəki şəkil nəvəmlə mənim şəklimdir. Ona yazdığım burada şeirdir. Cəlil müəllim. Oğlum qoru vətənini şeiri nəvəsi Süleyman Sadiliyə 44 günlük vətəndə olan nəvəsinə həsr edib. Oğlum, gedirsən hərbiyə, uğur olsun yollarına. Vətən səni anan kimi qoy sarılsın qollarına. Sən qoru öz vətənini, vətən də qorusun səni. Məndən uzaqdasan oğlum, Allahım qorusun səni. Düşmən səndən uzaq olsun, qəlbin fərəhlə dolsun. Yolların işıqlı olsun oğlum, qoru vətənini. Öz müzəffər igid ordu, ol müzəffər igid ordu, düşmənlərə vermə yurdu. Sədaqətin sözü budur, oğlum, qoru vətənini. Bir ananın evladına, nəvəsinə görün nə boyda arzusu var ki, bəli, bu vətən. Cəlil bəy, çox sağ olun. Elə hər bir şeiri dəyərlidir.
Arzular şeiri mənim yadımda qaldı. Elə arzudan doğar. Millətimizə, dövlətimizə bu yeni ilin demək olar ki, hələ bir ayını arxada qoyduq. Gözəl günlər, gözəl aylar, gözəl illər arzuluyuruq. Sədaqət xanıma yaşının, həm də yaradıcılığının müdrik dövründə uğurlar diləyirəm. Yeni uğurlar, yeni yaradıcılıq uğurları. Elə istərdim ki, yenə sözü Sədaqət xanıma verək. Buyurun Sədaqət xanım. Mən müharibə dövründə bu torpaqlarımızın işğal olunması mənə böyük təsir eləyirdi ki, torpağımız alınsın. Niyə axı biz aciz kimi görünək, aciz xalq kimi görünək? Ona görə mən ürəyim həmişə o torpaqların alınması ilə çırpınıbdı. Həmişə vətənimi sevmişəm, torpağımı sevmişəm. O müstəqilliyimizi sevmişəm. Bugün Zəfər bayramıdır. Bayramına qurban olum. Məmməd Əmindən yadigar bayrağına qurban olum. 70 il zindanda qalan, indi göylərə ucalan, azadlıqdan ilham alan bayrağına qurban olum. Elşən müəllim, biz də bilirik ki, Sədaqət xanımın bu verilişdən sonra da arzularından arzu doğacaq. Biz də ona bu təzə arzuların içində olmasını, bir dəyərli şair dost kimi, əziz bacımız kimi, bir şairəmiz kimi ona elə bütün qəbəllər adından, onun Yusuf müəllimin timsalında, Oğuzun bütün yaradıcı insanlara gözəl arzularımızı arzulayırıq. Sağ olsunlar ki, bugünkü gündə məhz bu tədbirə bizləri dəvət edin. Və sizə də qucaq dolu sevgi, məhəbbətimi izhar edirəm. Bizə də Elşən müəllim, bu operatorlarımıza da hamısına təşəkkürümü bildirirəm. Allah canınızı sağ eləsin. Həmişə var olasınız. Bu vətənimizi, öz elimizi, obamızı işıqlandırmaqda bizə kömək olduğunuz üçün Allah sizin köməyiniz olsun. Mən bu qədər. Yaşamam. Mən də sizə Kanal S-in yaradıcı kollektivinə, operatorlarımıza təşəkkür edirik ki, həm də bu Panorama Ailəvi İstirahat Mərkəzinin rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bəli, biz bugün Məclis-i Şuaranın xətti ilə, Kanal S-in xətti ilə regionumuzun bir yaradıcı insanı ilə tanış olduq və onu xalqımıza, tamaşaçılarımıza, poeziya sevərlərə tanıtdırdıq. Və onu görən, eşidən, bilən, bəli, biləcək ki, bəli, Oğuzda belə bir qadın, istedadlı qadın şairə xanımız var və onun yaradıcılığı da gözəldir, seviləndir. Gələcək naminə onun şeirlərindən, əsərlərindən bizim nəsillər istifadə edəcəkdir. Çox sağ olun, sizə təşəkkürümüzü bildiririk və Sədaqət xanıma yeni yaradıcı uğurları, can sağlığı, xoşbəxtlik, saadət arzulayırıq. Sağ olun. Çox sağ olun. Söz ki, təşəkkürdən düşdü Sədaqət xanım. Mən də həm sizə təşəkkür edirəm, minnətdarlıq edirəm ki, bugün bir yerdə olduq. Cəlil bəyə təşəkkür edirəm ki, Qəbələdən Oğuza əziyyət çəkib gəlib. Mirhəsən müəllimə təşəkkür edirəm ki, verilişimizin bir hissəsinin qonağı oldu. Yusif müəllim hələ Kanal S-in ilk addımları başlayan dövrlərdən həmişə bizimlə olub. Ona da yaradıcılıq uğurları arzulayıram. Mən də Qəbələnin səsinə minnətdarlığımı bildirirəm. Elə Cəlil müəllimə də, Mirhəsən müəllimə də, Yusif müəllimə də öz təşəkkürümü bildirirəm. Kaş Şəhla xanım da burada olaydı, hamımız cəm olaydıq, başqa yoldaşlarımız da, hamısı, Allah hamısını var eləsin, Simüzər xanım, Elmirə xanım, Mənsurə xanım, bizim gözəl yoldaşlığımız var, dostluğumuz var. Onlar mənə qol qanat verdi. Yoxsa mən, o deyir, nə tərsə deyir, mən şair olmazdım. Sən olmasaydın, siz olmasaydınız. Hörmətli tamaşaçılarımız, bir verilişimiz də burada sona çatdı. Növbəti verilişlərdə, növbəti məkanlarda görüşmək ümidi ilə
Sağ olun, sağlıqla qalın.